Sabah, yəni 3 may 2026-cı il tarixində 9 və 11-ci siniflərə Azərbaycan dili, dövlət dili fənnindən imtahan olacaq. Bu imtahan həm ingilis, həm rus bölmələri üçün təşkil olunub. Yəni bu bölmələrdə təhsil alan şagirdlər, 9 və 11-ci sinif şagirdləri imtahan verəcəklər. Ona görə də bəzi qeydləri şagirdlərin nəzərinə çatdırmaq istəyirəm ki, onları imtahan vaxtı, yəni əsasən də qaydaları işləyərkən nəzərə alsınlar. Bu suallar, yəni indi izah edəcəyim qaydalar, daha doğrusu qayda suallarını əhatə edir. Qayda sualları da bildiyiniz kimi 10 sualdır. 10 sual qaydaları əhatə eləyir, amma qaydaları belədir ki, əgər bilirsinizsə, hamısını düz yaza bilərsiniz. İndi mən istəyirəm ki, əsas və köməkçi nitq hissələrində əsas məqamları diqqətinizə çatdırım. Birinci gedək köməkçi nitq hissələrinə. Nəyə görə? Çünki köməkçi nitq hissələrindən ən azı 1 və ya 2 sual düşəcək. Köməkçi nitq hissələri nədir? Bildiyiniz kimi köməkçi nitq hissələrinə daxildir qoşma, ədad, bağlayıcı, bunları həm də rus dilində də deyəcəm, bağlayıcı, modal söz, nida. Bilirik ki, rus dilində qoşma yoxdur. Qoşmanın əvəzinə predlog var, poslelog deyə bəzi kitablarda verilib. Ədad частица, bağlayıcı soyuz, modal söz elə modal və yaxud da nida восклицательный, məsələn, ah, of, ey, ay, bu cür sözlərdir. Qoşma özündən öncə mütləq söz tələb edir. Gərək söz yazılsın ki, bir hansısa söz yazılsın ki, onu əlavə olunur. Məsələn, sonra. Səndən sonra gəlmişəm. Səndən sonra. Deməli, bu söz olmalıdır ki, bu sonra işlədilsin. Sonra əgər belə verilsə, sonra gələrəm. Yəni, ondan öncə heç bir söz yoxdursa, o zaman bu qoşma yox, zərf olacaq. Əvvəl, sonra, qoşma, zərf ilə, yəni ortaq sözlərdir. Amma yenə dediyim kimi bu məqamı nəzərə alın. Qoşmanı tapmaq üçün özündən öncə işlənən sözə baxırıq və bu söz hansı halda olmalıdır? Adlıq, yiyəlik, çıxışlıq, bir də yönlük. Deməli, adlıq, yiyəlik, yönlük, çıxışlıq. Çıxışlıq adətən səndən sonra, səndən əvvəl, səndən başqa, səndən savayı fərqləndirmə və zaman mənasını bildirir. Bizdən əgər qoşmanın mənasını soruşursa, biz buna fikir verməliyik. Məsələn, ilə qoşması. İlə qoşmasını biz həm də bunu bağlayıcıda da görə biləcəyik. Amma bağlayıcı i-ni əvəz eləyirsə, yəni və-ni əvəz eləyirsə, ilə. Bu bağlayıcıdır. Yox. S, rus dilində s deyirik də. Məsələn, s друзьями, dostlarımla deyiriksə, onda bu qoşma mənasını verəcək. Baxırıq, sonra birgəlik qoşması, vasitə qoşması. Vasitə nədir? Açarla açdım, qapını açarla açdım. Vasitə qoşmasıdır. Sonra məsafə qoşması var. Məsafə qoşması hansıdır? Baxın, burada yazmışam hazır. Fərqləndirmə, səndən başqa, səndən özgə, səndən savayı, səndən qeyri, səndən əlavə. Səndən əlavə deyə bilmirik. Məsələn, bundan əlavə bir şey götürməmişdim. Sonra istinad, görə, əsasən, səbəb, məqsəd, sənin üçün, səndən ötürü darıxmışam. Birdən verərlər ki, ötəri. Bunlardan biri qoşma deyil. Götürün ötəri cavabını. Çünki ötəri zərfdir. Uğrunda, sarı, aidlik qoşması. Aid, dair, məxsus, xas, haqqında, barədə keçdik. Ədad,
Hə, ədatı sonra keçəcəm. Deməli, baxın, bunların məna növlərini əzbər bilmək lazımdır. Hə, bir də burada da vermişdim. Məsafə. Evə kimi, evə qədər məsafə bildirir. Piyada sözünü yadınızda saxlayın. Piyada necə? Zərfdir bu. Zərf. Necə getdim? Piyada. Baxmayaraq ki, burada da var. Elə bilərsiniz yerlikdir, yerlik deyil. Piya sözü yoxdur axı. Nə leksikdir, nə qrammatikdir. Piyada sözü sadə sözdür. Necə getdim? Peşkom. Evə kimi piyada. Evə qədər piyada, evədək piyada, evəcən piyada. Piyada sözünü sadəcə olaraq məsafə qoşmalarını yadda saxlamaq üçün saxlayırsınız. Bu köməkçi nitq hissəsi deyil. Keçdik. İstiqamət. Evə sarı. Bu evdə. Evə sarı, evə tərəf, evə doğru, evə qarşı və bəri də var. Məsələn, bəri əgər deyiriksə, bəri bax, bu orada zərfdir. Amma sözə qoşulanda olacaq qoşma. Bənzətmə, onun kimi görməmişəm. Fərqləndirmə də ola bilər. Məsələn, onun kimi qəşəng oynayır. Bu bənzətmədir. Onun kimisini görməmişəm. Bu fərqləndirmədir. Onun kimi, onun qədər, onun tək. Yadınızda saxlayın. Bir həcalı sözlər sözə bitişik yazılır. Təki, ca, dəryaca. Əgər bu canı biz həm də ədatda görürük. Məsələn, deyirəm ki, ədatda dərəcələrdə görürük. Yaxşı, yaxşıca. Yəni, əgər sifətə artırılırsa ca, o ədatdır. Amma baxırıq, məsələn, dəryaca ağlın olsa, dərya qədər bu qoşmadır. Yol boyunca, yol boyu ilə. Baxın, iləni. Qoşma kimi də işlətmələr. Açarla, bacımla, yol boyunca, yol boyu ilə bunlar qoşmadır. Amma cəsarətlə, həvəslə, qəhrəmanlıqla bunlar zərfdir. Çünki necə sualına cavab verir. Qoşma yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu üzvlə bərabər cümlə üzvü ola bilər. Amma məsələn, bacımla mən ayrı-ayrı mübtədadır, 2 dənə mübtəda olacaq. Getdik. Görürsünüz, burada cəm şəkilçisidir. Deyirik, bacımla mən getdik. Bu, deməli, vəni əvəz eləyirsə, bağlayıcı deyil. Amma getdim, bacımla mən getdim dedikdə, mən getdim. Kimlə? Kimlə deyiriksə, bu qoşmadır. Zaman qoşmaları var. Səndən sonra, səndən əvvəl. Bunlar həm də zərf kimi işlənə bilər. Əvvəl düşün, sonra danış. Bunları qeyd elədik. Sonra ədat. Ədatların da məna növləri var. Burada mən bəzi məqamları çatdırmaq istəyirəm sizin nəzərinizə. Düz sözü. Düz danışdı, zərf olacaq. Düz söz, sifət. Düz mənim yanımda danışdı. Əgər cümlədən çıxarsaq, məna dəyişmirsə, o ədatdır. Bir də kitabları şkafa düz. Feil, qlaqol. Bir də düz, luq, çəmən mənasını verirsə, çəmən. Bu isim mənasındadır, isim kimidir. Ancaq, tolka verirsə, bu ədatdır, no verirsə, bağlayıcıdır. Sual ədatları var. Sual ədatları, məsələn, sual verə bilər ki, hansı cümlə sual ədatının köməyi ilə yaranıb? Məgər, bəs, yəni həm bağlayıcıdır, həm də ki də həm bağlayıcıdır, həm də sual ədatı kimi. Məsələn, sən məni görmürdün ki, yəni sən bunu bilmirsən, bunlar sual yaratdı. Amma bağlayıcı kimi, məsələn, deyirəm ki, bütün qohumlar yığışmışdı. Yəni, hamının sevincinə şərik idi. Şərik nə idi? Bayaq dedik, ortaq, şərik. Təsdiq, inkar bildirən var. Hə, yox, bəli. Ədatın başqa növləri də var. Ədatın qüvvətləndirici ədat, əmr ədatı, əmr ədatları əmr şəkilləri ilə işlənir. Məsəl üçün, ha var, həm qüvvətləndiricidir. Məsələn, gəlirəm ha,
ir indiki zamandadırsa o qüvvətləndiricidir. Gəl ha. Amma bu əmr şəklindədirsə, bu da əmr ədatıdır. Sual ədatları, bir də arzu ədatları var. Kaş, kaşki, kaş deyiriksə, arzu ədatını deyiriksə, arzu şəklini unutmayaq. Feillərdə aə, kaş gələ, kaş gələm, kaş gedəm. Bunu da unutmayaq. Bir də ədatın digər məna növlərini də kitabdan oxumağa məsləhət görürəm. Eləcə də köməkçi nitq hissələrlə bağlayıcını təkrarlaya bilərsiniz. Yəni sadəcə olaraq öyrənin. Sonra modal sözləri öyrənin, məna növlərinə görə nidanı öyrənin. Nida belədir ki, bunun məsəl üçün bir dənə bunu deyim ki, ey, bundan sonra vergül də qoyula bilər. Qız. Amma ey qız, bu şəkildə də işlədə bilərik. Həm ey qız, bura gəl. Yəni xitab 2 dənə də işlənə bilər. Bu çağırış nidasıdır. Xitab kimi işlənə bilər. Amma eyni zamanda ey qız deyirik. Xitab bir dənə deyim, cümlə özvü olmur. Ara söz cümlə özvü olmur. Ara söz modal sözlərdən yaranır adətən. Amma sözün düzü modal söz deyil, ara sözdür. Ara söz yəni cümlə üzvü olmur. Modal sözlər ara söz kimi işlənir cümlədə. Xitablar, abraşeniya, əgər mürəkkəb xitab desə, söz birləşməsi şəklində verirlər. Yox, adi sözdür, çağırış nidaları ilə bərabər işlənirsə, o sadə xitabdır. Söz birləşməsi olanda mürəkkəb xitab nəzərə alınır. Sonra nəyi təkrarlayırıq? Keçdik. Yəni bunları dedim, köməkçi nitq hissələrində əsas məsələləri dedim. Özünüzün də öhdəsinə düşür ki, bunları bir daha təkrarlayasınız. Yəni bağlayıcı, modal söz, nida. Məna növlərinə görə öyrənə bilərsiniz. Sonra nə düşə bilər? Sual düşə bilər ki, məsələn, cümlədə əvəzliyin məna növlərini tapın. Şəxs əvəzlikləri yadımıza salaq. Mən, sən, o, biz, siz, onlar. Qeyri-müəyyən əvəzliklər. Yəni bilmirik də. Neopределённыйdır. Biri, kimsə, кто-то. Bir də desən məsələn, kimi soruşursan? Belə olsa bu qeyri-müəyyən deyil, bu sual əvəzliyidir. Soruşursan. Bir də sənin kimisini görmədim. Sənin kimi. Bu qoşmadır. Bu qoşmadır. Amma deyirəm, kimi oxuyur, kimi yazırdı. Кто-то. Кто-то deyirsə bu qeyri-müəyyəndir. İşarə əvəzlikləri o, bu, elə, belə, həmin. İşarə əvəzliklərdir. O bunu demişdim. Nə zaman? O, bu, nə zaman vergül qoyulur? O həm şəxsdir, həm işarədir. Həm şəxsdir, həm işarə. Bu həmişə işarədir. O, bu, əgər kim, nə sualına cavab verirsə, nə zaman vergül qoyulur? Baxaq. Vergül qoyulur, əgər kim, nə sualına. Hansı sualına cavab verəndə vergül olmur. Amma özündən sonra feil, köməkçi nitq hissələri, sonra bir dənə modal söz istisna, elə bil, güya, bənzətmə modal sözlərində, axı, elə bil, güya, sanki. Bənzətmə modal sözləridir. Bunlardan sonra və ya əvvəl vergül olmur deyə o da qoyulanda o elə bil məni tanımadı. Onda vergül olmayacaq. Çünki axı dedik, köməkçi nitq hissələri gələndə vergül olmur. Bir də modal sözün özünün vergülü var. Bu üçündə vergül yoxdur. O'dan sonra hərəkət gələndə hərəkət. O'dan sonra əvəzlik gələndə, müstəminiyə gələndə, o'dan sonra köməkçi nitq hissələri gələndə vergül olmaz. Eləcə də budan sonra. Bu nəyini əvəz eləyirsə. Yox, o, bu hansı sualını əvəz eləyirsə, hansı sualına cavab verirsə daha doğrusu, onda vergül olmayacaq. Bir də deyə bilər ki, nə vaxt qoyulur, nə vaxt qoyulmur. Həm qoyula bilər, həm qoyula bilməz. Məsələn, o şairin şeirlərini yazdı. Kim o? Bir də deyirəm, o şairin şeirlərini yazdı. Hansı şairin? Sual əvəzlikləri
əvəzin özünü də əvəz edən əvəzlikdir. Kim, nə, hara, bütün suallar sual əvəzliklərdir və bu sual əvəzliklərinə sual verə bilmirik uşaqlar. Təyin əvəzlikləri öz, bütün, hər filan. Bir dənə də yadıma düşmüşkən xəbər skazuymadır. Bunun sual deyə bilər ki, hansı xəbərə sual vermək olmur? Hansı xəbərə sual vermək olmur? Bir sual əvəzliyi ilə olan, bir də ki, hansı xəbərə sual vermək olmurdu? Hə, bəli, yox, yox, var, mümkün, mümkün. Aha, və bu kimi sözlər predikativ söz olarsa bunları